pis düşüncələrlə idarə edildiyi müddətcə sürətlə xəstəliyə tutulacaq və çürüyəcək. Bədən ağlın xidmətçisidir. İstər bilərək seçilmiş, istərsə də təbii şəkildə ifadə edilmiş olsun. Bədən ağlın əmrlərini yerinə yetirir. Bədən pis düşüncələrlə idarə edildiyi müddətcə sürətlə xəstəliyə tutulacaq və çürüyəcək. Xoş və gözəl düşüncələrlə idarə edildiyi halda isə yenilənəcək və gözəlləşəcəkdir. Necə ki, şəraitlər kimi. Xəstə düşüncələr özlərini xəstə bədəndə göstərir. Xəstəlik qorxusu olan insanlar xəstəliyə asanlıqla tutulurlar. Narahatlıq bədəni sürətlə zəiflədir və onu xəstəlik qarşısında müdafiəsiz hala gətirir. Digər tərəfdən pis düşüncələr fiziki olaraq həyata keçirilməsə belə, qısa müddətdə sinir sistemini pozur. İnsanlar təmiz olmayan düşüncələri mənimsədikcə çirkli və zəhərli qanla həyatlarını davam etdirirlər. Təmiz bir ürək, təmiz bir həyat, təmiz bir bədən deməkdir. Pis istiqamətdə istifadə edilən bir ağıl isə çirkli və zəif bir bədən mənasına gələcəkdir. Düşüncə fəaliyyətin, həyatın və ifadənin mənbəyidir. Mənbə təmiz qaldıqca hər şey də təmiz qalacaqdır.